Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin və ali Muhammed və accil fərəcəhum. Salam əziz və dəyərli izləyicilər, hər vaxtınız xeyirli, uğurlu olsun. Sizləri Ömrün Meyvəsi verilişində bir daha xoş gördük. Hörmətli izləyicilər, bildiyiniz kimi Ömrün Meyvəsi verilişinin artıq ikinci buraxılışıdır. Elhamdülillah, birinci verilişimizdə də dəyərli ustadımız gözəl söhbətlər etdi, övlad tərbiyəsi haqqında lazımlı mətləbləri qeyd etdi. Və bu gün də inşallah yenə də övlad tərbiyəsi haqqında bu verilişlərimiz silsiləvari davam edəcək. Həqiqətən də övlad tərbiyəsi ən önəmli, ən mühüm məsələlərdən biridir. Həm ailələri, həm də ictimaiyyəti, belə deyək də, çox önəmli şəkildə bu məsələ əhatə eləyir. Əgər övlad düzgün şəkildə tərbiyə olunmasa, həm ailədə, həm də ictimaiyyətdə, cəmiyyətdə böyük problemlər və müşküllər qabağa gələcək. İmam Musa Kazım əleyhissalam buyurur ki, İzə vəədtumus-siğar fəufu ləhum. Uşaqlara vədə verdiyiniz zaman ona əməl edin. Niyə? Çünki övlad ilk öncə öz ailəsində tərbiyəni görür, onlardan təsir alır və onların sözlərinə, onların rəftarlarına baxır, o cür hərəkət edir. Yəni, belə deyək də, qısacası övladlarımıza verdiyimiz vədələrə əməl edək ki, onlar da bizim vədinə söz verəndə ona əməl edən kimi görsünlər. Yox, əgər biz övladlara vədə verib ona əməl etməsək, bu da uşaqlarda mənfi təsir qoyacaq və uşaqlar da valideynlərin öz sözlərinə əməl etməyən bir insan kimi olaraq tanıyar və onlar da bu mənfi xisləti özlərində yaşadarlar. Bir sözlə, özümüzü tərbiyələndirək ki, övladlarımız da bizə baxıb tərbiyəli olsunlar. Bugün də hörmətli qonağımız inşallah övlad tərbiyəsi haqqında, övlad tərbiyəsinin metodları haqqında gözəl söhbətlər edəcək və bizlər də ustadın gözəl sözlərinə qulaq asaraq özümüz üçün nəticələr çıxardaq və bu gözəl verilişdəki sözləri öz ailəmizdə və övladlarımızın üzərində tətbiq edək inşallah. Bəli, dəyərli izləyicilər, verilişimizin bugünkü qonağı, eksperti, ilahiyyatçı, övlad tərbiyəsi üzrə araşdırmaçı Rüfət Həbiboğludur. Salam aleykum ustad, hər vaxtınız xeyir olsun, xoş gördük sizi. Aleykum assalam, hər vaxtınız xeyirli olsun. Çox sağ olasınız, Allah razı olsun. Bir daha təşəkkür edirik ki, dəvətimizi qəbul edib, vaxtınızı ayırıb gəlmişsiniz, Allah sizdən razı olsun. Mən də sizə təşəkkür edirəm bu verilişə görə. Ustad, zəhmət olmasa bizə, belə deyək də, övlad tərbiyəsi haqqında danışasınız. Yəni, ilk öncə sualı bu cür qurmaq istəyirik ki, müasir dövrümüzdə övladı tərbiyə etməyin qarşısında bir çox maneələr var. Biz, belə deyək, qədim zamanlarda övlad tərbiyəsi indiki bizim müasir zamanla fərq edir. Təbii olaraq zaman və məkan məsələsi. O vaxtki zamanda indiki bəzi, belə deyək, texnologiyalar yox idi və övlad tərbiyəsi də nisbətən ya asan idi, ya metodu fərqli idi. Amma indiki bizim müasir zamanımızda o vaxtki zaman və məkanla fərq elədiyinə görə, çünki texnologiya da inkişaf edib, qədimdə olmayan bir çox şeylər indi var və bu da məlum məsələdir ki, övlad tərbiyəsinin qarşısında bir maneələr yaradır, çətinliklər yaradır. Zəhmət olmasa deyərdiniz ki, yəni bunun səbəbi nədir? Yəni valideynlərin övlad tərbiyəsinin metodunu bilməmələridir, yoxsa başqa səbəblər də mi var ki, bu günləri ailələr öz övladlarının tərbiyəsində bu qədər çətinliyə düşürlər? Bismillahirrahmanirrahim və bihi nəstəin. Biz keçən verilişimizdə qeyd etdik ki, tərbiyə bir dənə fəaliyyətdir. Bəli. Ümumiyyətlə, İslam dininin tərbiyə sistemi var. Kimdənsə tərbiyə sistemi götürməyib. Özündə tərbiyə sistemi var. Tərbiyədə bir hədəf var, bir başlanğıc var və o hədəf başlanğıcdan necə başlayıb, hədəfə necə çatmaq üçün yollar var. Bəli. Yəni, tərbiyənin
təməl prinsipləri var İslam dinində. Tərbiyənin qaydaları var və metodları var. Təbii ki, mümkündür keçmiş zamanlarda bəzi metodlar indiki zamandakı metodlarla fərq eləsin, amma üsullar həmişə eynidir. Danışacağıq bu haqda. İnşallah. Tərbiyə bu deməkdir ki, mən istəyirəm övladıma təsir qoyum və dəyərləri övladıma öyrədim, milli, mənəvi dəyərləri və anti dəyərləri mənim övladım tərk eləsin. Bunun üçün qayda lazımdır. Mən qaydaları bilməliyəm. Keçən verilişimizdə də dedik ki, bağban bir ağacı əkən zaman müxtəlif məsələlərə fikir verir. Bəli, düz. Hamı bağban ola bilməz. Qaydası var, budamalar var və s. və ilaxır. İnsan ki, ağacdan və başqa xəlq olunmuşlardan daha mürəkkəb bir varlıqdır. Həm ruhu var, həm cismi var. Ruhunun özünün istəkləri var, cisminin özünün meylləri var. Hərəsinin özünə xas da qayda qanunu var ki, mən nə etməliyəm ki, övladıma mən dəyərləri aşılaya bilim. Bunun üçün mən qaydaları bilməliyəm. Elə verilişin əvvəlində də qeyd etdiyiniz hədisdə də buna biz diqqət eləsək, görürük ki, imam bizə bir qayda verir ki, bu qaydaya riayət eləyin. Qayda budur ki, kiçik uşaqlara söz verdiyiniz zaman sözünüzü tutun. Bu bir qaydadır. Həmişə də keçərlidir. Amma müasir dövrümüzdə həmişəki kimi, keçmişdə də olub, indi də var. Mən fəaliyyət, tərbiyə sahəsində fəaliyyət göstərdiyim zaman, övladıma təsir etmək istədiyim zaman, təbii ki, mənim övladım sosial bir varlıqdır, ictimai bir varlıqdır. Bağçaya gedəcək, məktəbə gedəcək, universitetə gedəcək. Başqa amillər də ona təsir edir. Keçən dəfə yadınızdadırsa, dost amilini mən demişdim. Bəli. Başqa amillər də var. Biz bir-bir amilləri sadalayaq, görək ki, bu gün mənim övladıma məndən başqa hansı amil təsir edir? Mən də istəyirəm təsir eləyim, başqa amil də təsir eləyir. Mən o amilləri tanıyım, bilim ki, o amillərin maneələri kənara qoymaqla mən təsir eləyim övladım, mən müsbət təsir eləyim. Belə amillərdən biri qeyd etdiniz, bilməməzlikdir. Nəyi bilməməzlik? Qaydalardan xəbərsizlik. Mən valideyn olaraq düşünürəm ki, mən ailə qurmuşam, dünyaya övladım gəlib, mən ehtiyac yoxdur nəsə gedib qayda qanunu öyrənməyə. Mən bilirəm də. Uşağı tərbiyə eləməklə var ki, onu oturma, durma, qaçma, oynama özü böyüyəcək. Əvvəldən də bu problem olub. Bilməməzlik. Biz əgər tərbiyədə istəyiriksə, övladımıza təsir qoya bilək, birinci növbədə biz qaydaları bilməliyik. Tərbiyənin özünə xas qaydaları var. Tərbiyə hər şəxsin özü zövqünə aid olan bir şey deyil. Mənim ürəyim istəyir, mən övladımı belə böyüdürəm. O birisi şəxsin ürəyi istəyir, övladını elə böyüdür. Bunların hamısı yanlış bir baxış bucağıdır. Yadınızdadır baxış bucağı haqqında danışmışdıq. Bəli. Elə bu qaydaların təsiri, mən qaydalar haqqında məlumatım olmalıdır. Bu baxış bucağı elə özü demək olar ki, bizə kömək eləyir. Bir qrup, bir dəstə valideyn belə baxış bucağı ilə tərbiyəyə baxır ki, ehtiyac yoxdur qayda qanunları öyrənməyə, ehtiyac yoxdur qayda qanunları bilməyə, özü böyüyəcək. Bir qrup, bir dəstə valideyn isə əksinə düşünür ki, yox, mən bir insan tərbiyələmək istəyirəm. Siz də qeyd etdiniz ki, mən cəmiyyətə bir sağlam, həm ruhi cəhətdən, həm mənəvi cəhətdən sağlam bir fərdi vermək istəyirəm. Sabah bu bir ailədə atadır, anadır. Bir yerdə bu işçidir, ya müdirdir. Mən necə etməliyəm ki, bu normal insan olsun. Ətrafındakılarla düzgün davranmağı bacarsın. Qaydaları var, qanunları var. Yəni, Ustad, bir sual vermək istəyirəm. Əgər biz bu qaydaları bilməsək ki, indi inşallah siz qeyd edəcəksiniz, bu qaydalar bilinməsə, yəni cəmiyyətdə, belə deyək də, sağlam ruhiyyəli bir insan yetişdirə bilməyəcək. Yəni, cəmiyyətə belə bir insan biz təhvil verə bilməyəcək. Yəni, təhvil verdiyimiz insan artıq cəmiyyətdə ictimaiyyət üçün bir zərər olacaqdır. Yəni, bir fitnə fəsad mənbəyi olacaq. Tamamilə doğrudur. Baxın, əgər biz bir şeyin ərsəyə gəlməyini istəyiriksə, təbii ki,
Mən bir daha qayıtmaq istəyirəm o ağac məsələsinə. Çünki Bəli. hamımızın gördüyümüz məsələdir. Çox Sadə bir məsələ. sadə bir bəli. misaldır. Əgər mən istəyirəmsə bu əkdiyim ağac meyvə ağacıdsa, bu meyvə versin və mən meyvəni cəmiyyətə təqdim eləyim, ya satıram, ya kiməsə verirəm, fərqi yoxdur. Yenə də mən xidmət eləyirəm də, Düz. mən bir bağban kimi. Mən o qaydalara riayət eləməsəm, o ağac çürüyəcək, onun içindən qurd yeyəcək, onu su çox versəm başqa problemlər yaranacaq. Övladda da belədir. Aha. Mən əgər hələ biz dini nöqteyi nəzərdən baxmaq istəmirik. Biz demək istəmirik ki, onu demirik ki, din şər'i cəhətdən vacib eləyib tərbiyəni Quran ayəsinə əsasən, dini mətnlərə əsasən, rasional və əqli cəhətdən də tərbiyə özü vacibdir və bunları hələ demirik. Biz demirik, ayə, hədisi demirik. Biz elə qeyri-dini baxışdan baxanda mən istəyirəmsə, yaşadığım cəmiyyətdə normal münasibətlər qurulsun, mən gərək övladımın tərbiyəsinə ciddi yanaşım. Ciddi yanaşmağın da bir budur ki, qayda qanunları mən öyrənim, ən azından soruşum. Bizim bu verilişləri ərsəyə gətirməkdə məqsədimiz nədir? Ki, biz bəzi valideynlər ki, bu sahədə öyrənmək istəyirlər, biz öz öyrəndiklərimizi də onlara ötürək. Onlar da istifadə edib bəhrələnsinlər. Bəli, çox gözəl. Bunun üçün də gərək müəllimlər və valideynlər üçün maarifləndirmə işləri olsun. Məsələn, biri bu cür verilişlər. Bir növ bu haqda olan kitablar. Əgər valideyn ciddi yanaşmaq istəyirsə, məsuliyyətli yanaşmaq istəyirsə, gərək axtarsın, tapsın tərbiyə haqqında olan mötəbər kitabları mütaliə eləsin ki, qaydaları öyrənsin. Yəni, qaydaları öyrənməyin yollarından biri verilişdir. Biri kitabdır. Biri kursdur. Müxtəlif yolları var. Əsas budur ki, məsələnin məğzi budur ki, qaydanı biz bilək. Biz bilək ki, tərbiyənin qaydası var. Tərbiyədə qayda qanunu bilmək zəruridir. Necə gəldi, böyüdüm demək deyil. Və siz özünüz də həyatınızda görmüsünüz. Mən neçə ailəni tanıyıram, yaxından tanıdığım var, eşitdiklərim var ki, məsuliyyətsiz yanaşıblar. Tam əminliklə mən bunu deyirəm. Ciddi yanaşmayıblar. Və nəticəsində mən görmüşəm nə olub. Onların ailəsində cəmiyyətə elə bir şəxslər təhvil veriblər ki, onlar başqaları və həm valideyn üçün, həm də başqaları üçün baş ağrısı olub. O cəhətdən o sizin qeyd etdiyiniz məsələ tamamilə doğrudur ki, bu məsələni biz ciddi tutmalıyıq. Məsələn, mən bir baş vermiş hadisəni sizin diqqətinizə çatdırmaq istəyirəm. İzləyicilər də dinləsinlər. Bir ailədə ana övladını vaxtında, yeniyetmə övladını vaxtında namaz qılsın deyənə çox ruhi, belə deyək də, təsirə qoyur. Həmin bu yeniyetmə xanım özü danışıb müşavirələrdə ki, hətta intihara qədər gedib çıxıb. Məsələ nədir, niyə sən intihar eləmək istəmirsən? Mən ailədə anam hər dəfə azan verilən kimi məni məcbur edir ki, ged namazı qıl. Mən də anama dedim ki, anacan, hələ təzə verilib azan, mən birazdan qılaram. Anam məndən əl çəkmirdi, ta ki mən namazımı qılım. Məcbur eləyirdi, başımın üstünə dayanırdı ki, mən namazı vaxtında qılım, sonra məndən əl çəkirdi. Mən də anam məndən əl çəksin deyənə, üz qibləyə durub, bəzi deyir, ərəb sözlərini deyirdim, ki, anamdan canım qurtarsın. Baxın, namazı əvvəl vaxtında qılmağın çox fəziləti var. Biz bundan danışmırıq. Biz danışırıq övladı namaza dəvət eləməyin metodundan. Namazı əvvəl vaxtda qılmağın çox fəziləti var, alimlərin də təkidi var, tövsiyəsi var. Amma övladı istəyirəmsə, mənim övladım istəyirəmsə namazını əvvəl vaxtında qılsın, budur yolu budur ki, mən başının üstündə çıxam. Əlbəttə xeyr. Deməli, qanunu bilməməzlik, övlad tərbiyəsinin metodlarından xəbərsizlik, həm bizim övladlarımızın mənəviyyatına təsir qoyur, mənfi təsir. Həm də onların psixologiyasına. Əsəbi olurlar, aqressiv olurlar, dalaşqan olurlar, sözü eşitməyən olurlar. Mən sadəcə bir misala dedim də, verilişimizin vaxtına uyğun olaraq, bəli.
Siz həqiqətən də belə deyək də, indi qeyd etdiyiniz bu misal çox qəşəng misal idi. Yəni bizim cəmiyyətimizdə də buyurduğunuz kimi belə hallar çox müşahidə olunur. Yəni bu xanım ki, bu işi görüb siz buyurdunuz, zahirdə yaxşı bir iş görür. Bəli. Amma o siz gözəl qeyd etdiniz. Amma orada metod ki yanlışdır. İstəyir ki, o yaxşı bir şeyə dəvət eləsin, yaxşı bir şey də pis bir şey kimi axırda çatdırır. Bəli, yaxşı işə yaxşı şəkildə dəvət etmək lazımdır. Düzdür. Və həmin ana da etiraf eləyib ki, bu müşavirin, məsləhətçinin yanında ki, bəli, mən bu işi eləmişəm, çünki namazı vaxtında qılmaq fəzilətdir. Yəni bilir ki, iş yaxşı işdir. Amma işi yaxşı dəvət eləmir. Metodunu bilmir. Metodunu bilmir deyənə övladına ziyan vurub ki, Düzdür. şükürlər olsun ki, o xanım o problemdən qurtulmuşdu. Şükür Allah. Və yaxud mən bir şəxsi tanıyıram özüm, ailədən tanışlığımız var. Atası uşaq vaxtlarında məcbur eləyib ki, Ramazan ayında oruç tutsun. Hal-hazırda bu şəxs böyük bir şəxsdir, ailə başçısıdır. Mədəsində onun problemlər yaranıb. İndi hal-hazırda o Ramazanda ayında oruç tuta bilmir. Həmin o problemlərə görə. Yəni bu qayda, qanun, metod biz bilməsək, biz öz canımızdan olan bir şəxsə zərər verəcəyik. Xeyir vermək əvəzinə zərər Həqiqətən verəcəyik. odur, bəli. Belə deyək də, ustad gözəl buyurursa həqiqətən də gərək övlad elə bir formada tərbiyə oluna ki, o deyir mayi rəhmət ola, nəinki mayi lənət ola. Bəzən o deyirlər bədvaris, bivaris. İndi bəzən görürük də biz cəmiyyətdə də çox müşahidə eləmişik. Elə insan var, atasına, anasına öləndən sonra lənət göndərir, elə adam var rəhmət. İndi o övladın qalıb əməlinə elə hərəkət eləyər ki, övlad cəmiyyətdə deyirlər Allah valideynlərinə rəhmət eləsin. Elə hərəkət eləyər, qadir deyirlər Allah valideynlərinə bunu lənət eləsin. Həqiqətən də ki, bu qadir insanın o bədvaris, bivaris məsələsinə ki, insan öləndən sonra yerdə qoyub getdikləri onlar üçün arxadan rəhmət göndərdirəcək, yoxsa lənət göndərdirəcək. Həqiqətən çox mühüm məsələdir, ustad. Ya bir nəfər danışırdı ki, biz neçə qardaş bacıyıq, hamımızda ailə qurmuşuq, hamımızın da uşaqları var. Valideynlərimizin yanlış tərbiyəsi nəticəsində hamımızın psixoloji problemi var. Yəni mənim və mənim qardaşlarım və bacılarım. Bizim bu psixoloji problemimiz mənəvi övladlarımıza təsir qoyur. Baxın, silsiləvari. Hamısı zəncirvari gedib hamısı. Zəncirvari gedir. Mən elə bir iş görə bilərəm ki, nəslimdə o iş yaxşı iş kimi özünü biruzə verə bilər. Mən bu gün övladımla elə iş görə bilərəm ki, mənim nəslimdə zərər olar. Neçə nəslə mən ziyan vura bilərəm, neçə nəslə mən xeyir vura bilərəm. Baxın, mən başqa misallarla qeyd edim ki, izləyicilər, bizi dinləyənlər, bizi izləyənlər üçün də rahat olsun. Bəli, buyurun. Baxın, bəzən görsən valideyn kiçik uşağına, 3-4 yaşlı uşağına nizam intizamı aşılamaq istəyir. Dalıcan yığışdırmalıdır. Götürdüyünü yerinə qoymalıdır. Oyuncaqlarını yerinə qoymalıdır. Paltarlarını atmamalıdır. 3-4 yaşlı uşağa, yəni bu yaşda uşağa, doğrudan da o yaşda uşaq nizam, intizam qaydalarına riayət eləməli deyil. O yaşda uşaq. O yaşda, biz bilirik ki, o yaşda uşağa olan təsir depressiya ilə nəticələnir. Uşaq artıq şad uşağı olmur. Özünə qapanan uşaq olur. Və yaxud uşaqların yeməklə oynamağından xoşu gəlir. Bəzi valideynlər təəssüflər olsun ki, uşaq üstünü çirkləndirməsin deyənə, paltarını çirkləndirməsin deyənə imkan vermirlər uşağa. Uşaq yeməklə oynasın. Uşağın yeməyini oynamağının qarşısını almaq səbəb olur ki, o yemək yemir. Bəzi valideynlər şikayət edir, mənim uşağım qida alanmır. Hər nə bişirirəm, yemir. Çünki qaydanı bilmirik. Uşaq yeməklə oynadığı zaman zövq alır. Bəli, həqiqətən. Ondan sonra yeməyi yeyir. Və yaxud başqa bir misal çəkmək istəyirəm. Evdə bizim övladımız qaçır, evdə qaçır, atlanır, tullanır, divanın üstündə atlanır, tullanır. Əksər valideynlər əmr cümlələrindən istifadə edir. Otur, dur, sakit dur, sakit otur. Səs və yaxud qadağalardan, səs salma, səsin çıxmasın, o otağa getmə, paltarları dağıtma, divanın üstündə tullanma, qışqırma. Bu əmr cümlələrindən istifadə eləmək, qadağa cümlələrindən istifadə eləmək
uşaqda tərslik yaradır. Mhm. Əksər valideynlər bu problemlərlə üzləşib ki, mənim övladım məni dinləmir və yaxud tərsdir. Amillərindən, faktorlarından biri budur. Mhm. Bəli. Əmr eləmək və ancaq qadağa eləmək. Və yaxud ata övladını çağırır, övlad cavab vermir. Neçə dəfə çağırır, övlad cavab vermir. Niyə? Çünki övlad bilir ki, atam məni ya nəyisə əmr eləməyə çağırır, ya nəyisə qadağa eləməyə çağırır. Bu misallarla qeyd etmək istədik ki, qanun və metoddan xəbərsizlik həm bizim özümüz üçün problem yaradır, baş ağrısı yaradır. Həm də bizim övladımızın ruhiyyəsinə təsir qoyur. Üstəlik, dindar ailələrdə səbəb olur ki, onların övladları dindən qaçsın, dinə qarşı soysun. Çünki baxın, valideynin namaz qılmağı onun övladının tərbiyəsində uğur qazanmağı üçün kifayət eləmir. Namaz qılmaq lazımdır. Lazım olan şərtlərdəndir. Amma kafi deyil. Çünki bizdə hədisimiz də var ki, insanları əməlinizlə dəvət edin. Əxlaq lazımdır. Əgər övlad görürsə ki, mənim valideyim dindardır, amma əsəbidir, qışqırandır, vurur, məni vurur, yaxud başqa qeyri-etik normalara riayət eləyir, etik normalara riayət eləmir, həmin övlad dindən qaçan olur. Əgər din səni düzəldən dindirsə, sən niyə özün düzəlməmsən? Əgər dindirsə. Ona görə də tərbiyə üzrə olan mütəxəssislər qeyd edirlər ki, namaz vaxtı, namaza gedən zaman, namazdan gələn zaman mütləq çalışın, heç olmasa o vaxt əxlaqlı olun ki, övladlarınıza təsir qoya biləsiniz. Bu da bir qaydadır özü. Namazda olan zaman, iki namazın ortasında bəzi valideynlər var, onların hövsələsi olmur. İki namazın ortasında uşaq nəsə istəyir, hövsələdən çıxır. Bu da Allahın bəndəsidir. Mənə baxır da, məndən nəsə istəyir, özü eləyə bilmir ki, nəsə mənə müraciət elədi. Allahın bir məxluqu mənə müraciət elədi, mən də o müraciətini gərək dəyərləndirir. Hətta ustad, o qalsın qırağa əsəbləşmək. Bəzən mən özüm də şəxsən şahidi olmuşam. Məsələn, ata namazın ortasında indi balaca uşaqlar da, iki qardaş, balaca uşaq, iki bacı və s. O oynadıqları yerdən ya səs salıblar, ya neyiniblər, namazın ortasında valideyn uşağını vurur. Bəzən şillə ilə uşağını vurur. Bəyək gözəl buyurursunuz. Yəni bu uşaq bu namaza necə məhəbbət bəsləsin? Bu dinə necə şövqü artsın ki, sən sabah ata olaraq ya ana olaraq o hərəkət edirsən, namazın ortasında bu hərəkət edirsənsə də sən sabah necə deyə bilərsən ki, namaz məhəbbətdir, namaz eşqdir, nə bilim, bu din mehribançılıqdır. Yəni bu söz əməllə düz gəlmir axı bu söz. Mütləq bu məsələyə siz yaxşı qeyd etdiniz, diqqət olunmalıdır ki, mən danışığımdan əvvəl davranışımla övladıma, bu özü də tərbiyənin metodudur. Yaxşı iş tapşırmaq istəyirəmsə övladıma birinci özüm eləyim. Yaxşı iş istəyirəmsə o görsün, mən birinci özüm o işi görüm. Özüm düz danışım. Biz namazdan danışdıq. Namazı mən özüm vaxtında qılım, ədəb-ərkanına riayət edeyim və üstəlik ailədəki fərdlərlə mənim münasibətim gözəl olsun. Qoy, mənim övladım, uşaqlarım görsün ki, mənim valideynimə doğrudan da namaz təsir qoyur. Doğrudan da namazın belə bir xüsusiyyəti var imiş ki, insanı dəyişir. Belə olan uşaqları dindən qaçırtmaq mümkün olmayacaq. Siz bayaq qeyd etdiniz də, uşağın ilk təsir götürdüyü məkan ailədir. 7 yaşına qədər, məktəbə qədər ailədədir də bu uşaq. 7 yaşına qədər, o bizdə xalq arasında deyilir, ailə nə tökür, uşaq yığır. Niyə görə atalar sözündə deyirlər, uşaq evin güzgüsüdür. Evdə nə görürsə, uşaq onu götürür. Hətta deyirlər, 70-90% tərbiyə o yaş həddində formalaşır. Amma məktəbə qədəm qoyur, artıq məktəbə ki, qədəm qoydu, yenə də evə qayıdır da. Mümkündür ki, siz qeyd etdiyiniz bəyaz o şəxs ki, uşaqları namazın ortasında vurur. Mümkündür o uşaq atasının, anasının qorxusundan, onların yanında olan zaman namaz qılacaq qorxudan. Bəli. Bayaq o dediyim qız kimi
üzünü qibləyə tutub yalandan Yalan sözlər nəsə deyəcək. deyəcək. Bəli. Amma bunu o cürünə valideynlər, bu dəstədən, qrupdan olan valideynlər bilsin ki, o uşağın əlinə müstəqillik imkanı düşən kimi o öz bildiyini Tərk eləyəcək. eləyəcək onu. Düz. Öz bildiyini eləyəcək. Bəli, bəli, həqiqətən o. Əvvəldəki və birinci verilişimizdə qeyd etdikdə ki, bizə elə tərbiyə eləməliyik övladımızı ki, bizi özlərinə nəzarətçi kimi görməsin. Allah və əhl-i-beyti nəzarətçi görsün. Allah hər yerdədir. Mən bu gün buradayam. Mənim övladım sabah getdi başqa bir şəhərə. Yenə də o öz o tərbiyəsinə orada əməl eləsin, tərbiyəsini göstərsin. Ata-ananın yanında olanda yaxşıyam çünki ata məni vurur. Qorxuram atadan. Mən atanın, ananın dediyini eləyirəm. Amma kənara çıxanda mən bu işi eləmirəm. Məsələn, mən peyğəmbərdən bir məsələni qeyd etmək istəyirəm. Bir gün peyğəmbər gördülər ki, namazını tez bitirdi. Səhabələr təəccüb elədilər. Ki, adətən peyğəmbər normal zaman çərçivəsində namazını bitirərdi də. Soruşdular ki, ya Resulallah, niyə namazınızı tez bitirdiniz? Yəqin vəhy nazil olub ki, namazın. Peyğəmbər buyurdu ki, xeyr. Qadınlar olan tərəfdən bir körpənin səsi gəldi. Ağlamaq səsi. Və mən bildim ki, o acıyıb, acdı, ağlayır. İndi onun süd içən vaxtıdır. Ona görə mən namazı tez qıldım ki, onun anası övladına süd verir. Baxın, incə məqam. Peyğəmbər istəsəydi Allahın rəsuludur, o həmin namazı yenə də uzadardı, uşaq ağlayır, qoy ağlasın. Və yaxud başqa bir misal mən peyğəmbərin həyatından qeyd edeyim. Körpə bir yeni doğulmuş uşağı peyğəmbərin yanına gətirdilər ki, ya Resulallah, bu uşağın sağ qulağına azan, sol qulağına iqamə oxuyun. Peyğəmbər azan oxuyan zaman bu uşaq peyğəmbərin üstünü islatdı. Uşağın valideynləri aqressiv davrandılar. Tez uşağı peyğəmbərin əlindən aldılar, narahat oldular. Allahın peyğəmbəri bizim uşağımız. Amma peyğəmbər tez dedi, belə iş görməyin. Çünki mən bu uşağın bu işini, bu paltarımı, libasımı su ilə yuyacam, həll eləyəcəm bu məsələni. Amma əgər sizin bu davranışınız sayəsində o uşağın qəlbində narahatçılıq yaransa, hədisdə belə ki, qaranlıq bir nöqtə yaransa, onu su ilə yumaq olmayacaq. Qalacaq orada o nöqtə. O qalacaq. Bunlar, bu Əhl-i-Beytin həyatı, bu həyat tərzi bizim üçün nümunə olmalı. Bunlar hamısı elə qaydadır. Qaydalara biz istəyiriksə, tərbiyədə övladımıza təsir qoya bilək, biz mütləq bu qaydalara riayət eləməliyik. Düzdür, Ustad. Həqiqətən də bayaq da elə çox qəşəng bir nöqtəyə işarə elədiniz. Valideynlər gərək övladı elə tərbiyə eləsinlər ki, övlad valideyni yox, yəni Allahı öz üzərində nazir kimi görsün. Necə ki, ayədə də buyurulur, Ələm ya'ləm bi ennəllaha yara, məgər bilmirmiş Allah onu görür. Yəni bir övlad bu cür tərbiyə olunsa ki, daim Allahı nazir görə, yəni daim bilə ki, Allah ona nəzarət eləyir. Həqiqətən də buyurduğunuz kimi övlad valideynin yanında olmasa, başqa şəhərə, başqa ölkəyə də getsə, artıq övlad elə bir formada, elə bir gözəl şəkildə rəftar edəcək ki, həm valideynin üzü ağ olar, həm də ki, Allaha layiqli bəndə olar. Bu qayda, qanunlar ona görə də çox önəmlidir. Bu metodları bilmək ona görə də çox önəmlidir. Əgər məsuliyyətli yanaşmasa valideyn bu məsələyə, valideyn özü öz övladına ziyan vuracaq. Mən dini mətnlərə gələcəkdə biz toxunacağıq ki, qiyamət günü övlada Allah Taala söz verəcək və övlad öz valideynindən şikayət edəcək. Qiyamət günü təsəvvür edin ki, mən ömrüm boyu səhər axşam işləmişəm, bir şəxsi böyütmüşəm, qiyamət günü o məndən şikayət edir. Bu adamı incidər də. Ona görə də çox məsuliyyətli bir məsələdir. Biz övlad tərbiyəsində bu məsələni ciddi tutmalıyıq. Bilməliyik ki, bu gün müasir dövrümüzdə övladımızın tərbiyəsinə təsir qoyan amillərdən biri mən valideynin tərbiyənin metod və qaydalarından xəbərsiz olmaqlardır. Allah razı olsun Ustad sizdən. Allah sizi var eləsin, Allah salamat eləsin. Çox qəşəng mətləblərə və lazımlı nöqtələrə işarə etdiniz. Ümid edirik ki, bizim hörmətli izləyicilərimiz də bu gözəl söhbətdən
İnşallah ki bir dərs çıxardarıyla hər birimizə lazım olan mətləb idi. Verilişimiz ki sona çatdı. Sizdən bir dua istəyərdik inşallah. Sonda da bir dua edərdiniz. Bismillahirrahmanirrahim. İstəyim budur ki, Allah Taala tərbiyəni bizim üçün asanlaşdırsın Amin inşallah. və İmam Səccad əleyhissalamın duası olaraq bizim övladlarımızı elə özünün həqiqi bəndələrindən qərar versin. Amin inşallah. Allah razı olsun. Bir daha sizə Teşekkür ederim. səmimi təşəkkürümüzü bildiririk ki, gözəl söhbət edərək bizi maarifləndirdiniz. Çox sağ olasınız. Siz də sağ olun. Bəli, hörmətli izləyicilər, bu gün də bizə ayrılan vaxtın sonuna gəldik, çatdıq. Həmd olsun Allaha, bu gün də dəyərli qonağımız vaxt məhduddur, amma yenə də bu məhdud vaxt ərzində çox gözəl söhbət etdi və çox gözəl məqamlara toxundu ustadımız. Allaha and verirəm izzət-i cəlalına xatir bizləri də öz övladlarını gözəl şəkildə Allah və Əhl-i-Beyt buyuran şəkildə tərbiyə etməyə müvəffəq etsin. İndi isə sizlərlə sağollaşıram. İnşallah gələn verilişlərimizdə görüşənədək sağ olun, salamat qalın.